100 illik yubileyidir atamın, 100 illik yubileyidir. İctimai kanal atamın yubileyini eləyir. Ora çağırıb hamını, deməli, bir 10-12 adam var idi. Ailədən bir nəfər çağırmayıblar. Çünki bilirlər ki, mən geçən nə gəldi, mən deyəsiyəm orada. Çox şey deyəsiyəm. Ona görə özləri apardılar, özləri necə deyirlər, nətər deyirlər, bəysiz toy edirlər. Mən oturmuşam, deməli, mən də baxıram, gülmək dur. Amma baxdım şərhlərə, gördüm şərhlər, nələr yazıblar. Tüfusün üzünüzə, İsfəndiyar və Hafızada olmalı, İsfəndiyarı çağırmalıydı. Niyə İsfəndiyarı çağırmamışsınız? Xalq da bunları görür, özləri özlərinə necə deyirlər, zidq edirlər. 100 illik yubileyi də eləyirlik güyada. Onsuz da mən getməyəcəkdim, çağırsaydılar mən gedən deyiləm. Mən söz vermişim özümə ki, mən dövlət kanallarına çıxmayacağım. Mən baxdım, bəzi o yazarların evladlarını çağırmışlar, eləmişlər, amma məni çağırmama. Mən bilirdim ki, mən baxdım şərhlərə. Sonra gülmək düşməyən ki, heç o şərhlərə baxın, şərhlərdən utanın, heç o biriksin cavab verin o şərhlərdə. Bu da qalsın bir yana. Yaşlı İttifaqından bir adam yox idi katiblərdən. Bilirsiniz? O məsələ bundur. Mən də baxdım, gülmək tutdu məni. Çünki bilirsiniz, bayaq Ziyalıdan danışdınız. Mən bəzən sizə zid çıxıram, deyirəm, yox, Ziyalı, belə Ziyalı. İndi hərdən bir mən də özümü anlatmalıyım da. Deyirəm ki, yox, Ziyalı var, necədir. Deməli, mən atamın ölümündən sonra söz vermişəm, Şəkiyə getməyəcəyəm. Şəkiyə mən getmirəm, Şəkidə mən keçən oldum, yarım gün. Səhər çıxdım, günorta oldum, bir işim vardı, onu həll edim, dərhal da geri qayıtdım. Şəkidə olmuram demək olar ki, axırıncı dəfə Şəkidə olmuşam mən 20 il, keçən il oldu, 22-ci ildə olmuşam. Ondan da əvvəl bir 20 ildə mən Şəkiyə getmirdim. Daha doğrusu, bilirsiniz, Bakıda olmuram, kənddə oluram. Ucqar bir kənddə, Şəki aidiyyəti yoxdur. Amma nadir hallarda, məsələn, gəlim Bakıya. İndi o həmən olduğum kənd çox soyuqdur, mən gəlmişəm, 3-4 gün burada oldum, sonra yenidən qayıdım. Amma indi bilmirəm, bu Şəkidə nə olar, nə olmaz, mən, necə deyirlər, iştirak edən deyiləm. Bu başda mən sizə deyirəm ki, yəni, baxan da baxsın ki, görün nə burada, bunlar özləri deyirlər ki, siz, necə deyirlər, misal verir, mənə əyəqimi tapdal, amma mən də sənə şey edəməyim. Bu mənə çox ağır gəlir.